Mina, müharibə qurtarsa belə uzun illər öz öldürücü təhlükəsini özündə saxlayan, insan həyatı üçün ən təhlükəli hərbi sursatdır. Bu silahın partlamasından nadir halda sağ çıxmaq olur, amma ölümə bərabər bir sağlıq. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra minaya düşən daha bir dinc sakinimiz Nağı İmanovdur. Nağı İmanov Ağdərə rayonu Sırxavənd kəndində anadan olub. Məcburi köçkün düşdüyü gündən müxtəlif bölgələrdə məskunlaşıb. Hazırda isə Ağdamın Quzanlı qəsəbəsində məskunlaşıblar. Lokal tipli antiterror əməliyyatlarından sonra işğaldan azad edilən doğma Sırxavənd kəndinə bir neçə dəfə ziyarətə gedib. Onun kəndlərə ziyarətinin əsas səbəblərindən biri də 1991-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilərək yandırılan atası, qardaşı və 2 yaxın qohumlarının şəhid olduqları yeri ziyarət etmək olub. Ermənilər geri çəkilərkən əsas hədəflərində mülki əhalinin daha çox maraq göstərdiyi məkanlar olub. Qəbristanlıq, bulaqların ətrafları və evlərin uçurulmuş yerləri dinc sakinlərin məhv olması və ya şikəst edilməsi məqsədi ilə minalanır. Nağı İmanov da bir neçə dəfə getdiyi yolu qalın qar yağması səbəbilə yanlış getdiyini deyir. Minaya düşəndən sonra yaxınlarına zəng edərək köməyə çağırır. Nağı İmanov həm yerlilərinə və işğaldan azad edilən ərazilərə səfər edənlərə çağırışda edərək ehtiyatlı olmalarını tövsiyə edib. Mina partlayışına tuş olanlar, istərsə də digər sakinlərimizin hər birinin bilməsi vacib olan bir amil var. Dövlətin təmizlənməsi başa çatan ərazilərimiz barədə rəsmi məlumatı olmadan icazəsiz işğaldan azad edilən ərazilərə daxil olmasınlar. Bəli, bura həmin o bizim nəsilə kökə, bizim nəslin kökün qan yaddaşına yazılan yerdir bura. Hansı ki, bax bu uçuq daxalın o vaxtı uçuq deyildi. Onun içərisindən 5 nəfər erməni dığaları bax bu yolla gələn maşını xəbəri olmadan gülləliyib və içindəkiləri bax buradaca, od vurub yandırmışdılar. Bura həmin ərazidir, həmin fermadır. Bu günləri gəlib yenə buranı ziyarət edirəm. Neyniyək? Əlimizdən ayrı nə gəlir? Heç nə eləyə bilmərik. Bu günləri bəli, bax buranı gəldim yenə. Yazıq atamgil. Şəhid olan yerdir bura, qardaşım atam şəhid olan yerdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Yağışda da, qarda da, boranda da bunların belə müsibət olduqları yeri ziyarət eləməsək, o düzgün alınmaz. Nə deyə bilərəm? Allah rəhmət eləsin. Əlimizdən artıq nə gəlir? Heç nə eləyə bilmərik. Minaya düşdüm. Buna bax. Həyiqim nə gündədir, həyiqim nə gündədir. Buna bax. Oy, vay. Köpək oğlun ermənisinin mina.